Salam, hər vaxtınız xeyir olsun, gözəl izləyicilərimiz. Necəsiniz? Allah hər birinizin işinizi avand eləsin. Bugün mən sizlərə 2 gün bundan qabaq çəkdiyim videoda söz verdim ki, kaktusun qonçələrini sizə göstərdim. Baxın, görün mənim kaktusum artıq çiçəklərin açıb. Mən orada vurğuladım ki, 2 günə açacaq, bu günə səhərə. Baxın, görün nə gözəl olub, möhtəşəm olub kaktus. Baxın, gözəl xanımlarımız, gözəl dostlar. Görün nə gözəl olub. İnanın, baxırsan, insanın ürəyi açılır. Gözəl dostlar, gözəl zəhmətkeş xanımlarımız, dəyərli. Doğrudan da insanın, nə bilim, necə deyim, yəni öz əlimin əməyidir, öz əllərimlə, yəni necə deyim, o çiçəyi bir balaca bir kaktus idi demək olar. Görün nə gözəl, möhtəşəm, o qədər yanında balaları, ondan. İndi də ki, hər il çiçəkləri ilə də məni belə ürəyimi açır, sevindirir, gözəl xanımlarımız. Həyətimiz çox möhtəşəm olub, baxın. Baxın, görün nə qədər gözəllik verir bu həyətə. Bugün mən bu sevinci sizlərlə paylaşmaq istəyirəm ki, yəni bu gözəlliyi sizlər də mənimlə bahəm bir yerdə görəsiniz. Allah hər birinizi güllü çiçəkli eləsin, evin, bağçasın. İnşallah hər birinizin heç bir Allah Taala'nın yaratdığı bəndənin zəhməti yerdə qalmasın, əlində qalmasın. Həmişə Allah sevindirsin bütün bəndələrim, mən də onun içində, sizlər də onun içində. Gözəl dostlar, gözəl xanımlar, Allah hər birinizin ruzunu sizin yetirsin. Allah hər birinizə can sağlığı versin. Necə deyim, çiçəklərimə baxıb çox sevinirəm. Allah sizləri də sevindirsin. Gözəl dostlar, gözəl xanımlar. İnşallah arxa bağçanı da sizlərə çəkib paylaşacağım. Sadəcə kaktus artıq bilirsiniz, bu bir gündən artıq qalmır. Hələ ki hava sərindir, o dərəcədə isti yoxdur, amma külək var. Dedim, çiçəklərin qopartmamış, çiçəkləri solmamış bu gözəllikləri sizlərə göstərim. Neynək? Şükür məsləhətinə Allah Taala bu çiçəyi də belə yaradıb. Bu bir gündən artıq qalmır, amma gözəllik nə qədər ömrümüz varsa bu bizim beynimizdə belə həkk olacaq. Görün nə gözəl, möhtəşəm. Mən sizlərə demişdim, bunun üstündə 52 dənə demişdim, amma təzədən bir də saydım. 2 dənəsi elə bil ki, hələ onlar balacadır. Allah bərəkət versin, bolluq versin güllərə. Ona görə vaxtı itirməmiş mən bu kaktusu çəkməyə davam etdim. Çox gözəldir, hə? Güzəlim mənim. Gəlinindir, bunlar gəlindir, gəlinciyim mənim. Nə gözəldilər. Çox möhtəşəm, möhtəşəm, möhtəşəm. Maşallah, maşallah. Bütün çiçəklərə maşallah olsun, maşallah. Hələ bax, açmağa davam edəcək. Yenə də var qönçəsi üstündə. Böyüklərdən hələ açmayıb tam. Xırdaları da var üstündə. Demək olar ki, bəlkə də bu payıza qədər neçə dönüş belə açacaq. Amma düzdür, söz verə bilmərəm ki, o, yəni bu dərəcədə bol olacaq. Bəlkə də olacaq, bundan da çox olacaq qönçələri. Yəni az da olsa yenə də açacaq. İnşallah yenə də çəkib paylaşaram sizlərlə. Bu gözəlliyi siz də mənimlə bahəm görərsiniz. İnşallah. Bunları çəkmişkən buradakı bu ağ rəngdə açan kaktusumdur. Bunun da üstündə tomurcuqları çoxdur. Yəni amma öncədən bu 3 dənələr yetişdi, bunlar açıb. Yəni bunlar bu biri kaktuslarla birləşib açıb. Bu da ağ rəngdə açacaq inşallah. Baxın, üstü dolu tomurcuqlarla da qoy yaxınlaşdırım. Görün nə qədər balaca. İnşallah bu da 1-2 həftəyə yetişib açacaq. Bunu bilmirəm, gözəl xanımlarımız, zəhmətkeş, dəyərli, gül qədər gözəl xanımlarımız, zərif. Bunu bilmirəm. Bu kaktus kimdə varsa bilmirəm, bu açacaqmı?
Sadəcə qabını dəyişmişəm. Yaxşıdır, inkişafı da pis deyil. Amma bilmirəm, gözəl dostlar, bu açacaq. Məncə aşmalıdır. Çünki mən Türkiyədən bizim yerimiz Kıbrısda yaşayır. Səhv etmirəmsə adını bilmirəm. Bəlkə də deyərəm səhv olar. Çox möhtəşəm gülləri var. Amma onda var. Aynən mığın kimidir. Yəni, amma böyükdür. Gözəl çiçəklər açmışdı. Çox gözəl. İnanın, nə bilim. O da demək olar ki, tez-tez YouTube-da güllərini çəkib paylaşır. Kıbrısdakı çiçəklər. Kıbrısın çiçəkləri, belə də başlığı deyəsən. Yəni, bizim yerimizdir. Ağdamda deyəsən, Ağdam qaşqınlarındandır. Səhv etmirəmsə xanım. Amma yoldaşın işi ilə bağlı onlar orada yaşayırlar. Allah işlərini avan eləsin. Yəni, çox gözəl gülləri var. Kaktuslar, başqa güllər. Çox gözəl. Həm zəhmətkeş xanımdır. İnanın, elə gözəl gülləri var. Yəni, baxmaq tövsiyə edərdim, siz də baxın. Yəni, onun çəkdiyi çiçəklərə, yəni, onun nə gözəlliyinə çiçəkləri var da. Yəni, istəyərdim ki, siz də baxıb görəsiniz o gözəllikləri. Orada amma görmüşdüm. O, həmən bu kaktus açmışdı, amma indi mən bilmirəm. Bu da mənim ilan kaktusumdur. Baxın, bunun da gözəlliyi bundan ibarətdir. Gözəl xanımlarımız, gözəl dostlar. Yəni, bu açmır da, elə belə, nə bilim, budur. Qönçəsi də budur. Bu fasonda açmağı da budur. Yəni, üstü doludur. Burada da mənim, bax, bu gözəlim açıb, topa. Tünd qırmızıdır, baxın, dostlar. Lidalarım, çox gözəldir. Düzdür, az açıblar, amma yenə də tomurcuqları var. Çox qəşəkdir. Burada da xırdasıdır, onu aparıb o tərəfə qoymuşam. Elə bilirəm ki, o burada yaxın olsa tozlaşmada o kiçik olacaq gələcəyinə. Ona görə onu araladım bununla. Baxın, görün. Ne gözəl rəngi var. Tünd qırmızı. Bu tərəfdə olan kalaları mən sizə bu haqda danışmışdım. Yəni, bunlar hələ balacadırlar. Bax, yenə də açır. 2-1 görsən üstündə tomurcuqları da var. Bu da mənim Bodrum papatiyalarıdır. Düzdür, günəş çıxanda tam görmək olmur. Baxın, üstü doludur. Gözəl dostlar. Çox gözəldir. Bunun inşallah demişəm, başqa rəhlərində alacağım. Rəngarəng. Çox xoşuma gəlir bu da. Dostlar, elə bir bunlar da toxum qoyur. Çünki baxın, inşallah bunu dənəyəcəm. Yəni, bunların da toxumun görüm çıxacaqmı? Yəni, belə çilik vasitəsində də artırmaq olar, gözəl dostlar. Yəni, toxumdan da, yəqin ki, toxumdan da dənəyəcəm, görək inşallah necə olacaq. Bunlar artıq solub, yenə açacaq. Bu mənim ən bahalı gülümdür. Baxın, çox gözəldir. Boyları balaca olur, amma belə görünüşcə çox gözəldir. Ağ rəngdə. Bu da çilikdən bitirmişəm. İnşallah yetişdilər. Düzdür, çox vurmuşdum çiliyi, amma yaxşı olmadı. Yəni, tutmadı demək olar. Yenə buna da şükür. Ciklamon da burada yaxşıdır hələ ki. Mənə elə gəlir ki, elə bu yerdə qəşəng olacaq gözəl xanımlarımız. Ah, kalamon biri düşüb yerə. Burada da qərənfillərimi sizlərə yenə göstərim. Gözəl dostlar. Görün nə gözəldir. Çox möhtəşəm. İnanın, elə gözəl maşallah. Elə gözəl inkişaf edib maşallah, maşallah. Bunlara baxıb çox sevinirəm. Bu da mənim yeni aldığım qərənfillərdə artıq ikincisini açıb. Çox şükür. Bu sarıdır. Amma yenə tomurcuqları var üstündə. Ağlar da yenə açmağa davam edir. Baxın, üstü doludur. Tomurcuqlar var üstündə. İnşallah bu da çox gözəldir. Hələ təzədirlər deyə yaxşı demək olmaz da hələ ki. Bu da mənim qırmızı rəngdə olan qərənfillərimdir. Bilmirəm, belə gün düşür. Gözəl xanımlarımız, bilmirəm bu necə görsənir, amma çox gözəldilər. Bu hələ açmayıb. Hələ bunlara baxın.
Bu da bir möcüzədir. Bu da bir Allahın möcüzəsidir. Yarı bu fasonda, yarı tünd çəhrayı, yarısı da belə ağac, ağla. Yəni ağac bənzəyir də demək olar. Ağ çəhrayı qarışıq. Çox gözəldir, gözəl dostlar. İnsan bunlara baxıb necə sevinməsin ya Allah. Gör ne güzeldi bunun güzelliğini. Ay seni ölmeyeysen, seni ölmeyeysen. Ay sen ne güzel olmuşsan. İnanın mən onları körpə uşaq kimi oxşayıram. Bəlkə də çox gülməli, bəlkə də alınır. Amma mən bu sözüm. Neynim? Mən gülləri çox sevirəm. Yəni məni kimi o qədər gülsevər dostlarımız var, xanımlarımız var. Yəni bəylər də yəni var. Bəylərdən də çox gülsevən var. Güllərə çox qulluq yəni etməyi, yəni demək olar ki, həyətlərində istəyirlər də, yəni gül çiçəyi xoşlayırlar deyə onlar da məsələn tək qadınlar bu işlə məşğul deyil, gözəl xanımlarımız. Yəni bəylər də bu işlə məşğuldur. Onların da içində gülləri sevən var, güllərə qulluq etməyi xoşlayır. Yəni belə. Allah hər birinizin həyatını yenə də deyirəm, güllü çiçəkli eləsin, gözəl dostlar, gözəl xanımlarımız. İnşallah sizlərə arxa bağçanı çəkib göstərəcəm. İnşallah orada da çox gözəldir. Demək olar güllərimin hamısını arxa tərəfə yığmışam, gözəl xanımlar. Çünki artıq istidir deyə. Çox qəşəng alınır. Hamısının üstü dolu çiçəkli, çox gözəl görsənirlər. Bugün amma dedim, kaktusu çəkmişkən sizlərə yenidən bunları da çəkim, paylaşaq. Baxın. Hə, belə gözəl xanımlarımız. Bunların gözəlliyinə möhtəşəmdir, çox möhtəşəmdir, möhtəşəm. Gözəl xanımlarım, bilmirəm bu günəşdə necə alınır. Biraz günəşdə məncə elə bir yaxşı alınmır, amma çalışıram ki, sizlərə aydın göstərim bunların hamısını. Amma çox gözəldir, bilmirəm. Telefonda bunu mən sizə çatdıra bilmirəm. Çox gözəldilər, maşallah. Çox gözəldilər bunlar. İnsanın beyni dincəlir, ruhu dincəlir. Şükür ay Allah səni. Çox şükürlər olsun ki, nələr yetişdirir, nələr xərq eləmsən insanlar üçün. Bu cür nə yaşıllıqlar, bu cür nə güllər. Nə deyə şükür məsləhətinə, şükür. Mən videonu çəkəndə telefonun elə bir zaryadkası az oldu deyə mən sizlərlə sağollaşmadım, üzürlü hesab eləyin. Hələlik sağ olun dostlar, Allah amanında hər birinizi güllü çiçəkli olasınız. Eviniz, bağçanız, Allah işinizi avan diləsin. Çox sağ olun gözəl xanımlarımız, gözəl dostlar.